Salam, hər vaxtınız xeyir. Bu videoda biz DİM-in 3-cü qruplaşda nəzərdə tutulmuş ədəbiyyat fənni üzrə 20 variant sınaq imtahanı kitabından sınaq imtahanı 6-ya baxacağıq. Bu sınaq imtahanının mövzusu Azərbaycan ədəbiyyatına maarifçi realizm dövr adlanır. Bundan öncəki 5 sınaq da kanala yerləşdirilib. Siz həm o videolara baxıb müəyyən məlumatlara sahib ola bilərsiniz, müəyyən təkrarlar edə bilərsiniz. Eyni zamanda videolara baxarkən kanala abunə olub videoları bəyənməklə də öz dəstəyinizi bildirmiş olarsınız. Keçək sınaq imtahanının suallarına. Birinci sual. Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrünə aid doğru fikri müəyyən edir. Klassik poeziya ənənələri aradan qaldırılır. Xeyr, orada deyilir ki, bu dövrdə yeni janrlar, yeni ədəbi növ yaransa da, eyni zamanda klassik poeziya ənənələri davam etməkdəydi. Əruz vəznində yenidən şeirlər yazılırdı, mərsiyələr, təriqət şeirləri də yazılırdı. Və Bakıxanov, Qasım bəy Zacir, onlar da klassik poeziya ənənələrini davam etdirirdilər. Ona görə bu fikir yanlış fikirdir. Maarifçiliyin ilk ideyalarını Axundzadə yaratmışdır. Daha çox Abbasqulu Ağa Bakıxanovun adı ilə bağlıdır. Teatrın əsası Axundzadənin 1852-ci ildə yazdığı əsərlə qoyulur. Xeyr, teatrın əsası qoyulub Sərgüzəşt Vəziri Xani Lənkəran əsəri ilə. Bu əsər yazılıb 1851-ci ildə. Daha sonra isə ikinci səhnəyə qoyulan əsər Hekayət Mərd Xəsisdir və yaxud da bunun digər adı Hacı Qaradır və bu əsər yazılıb 1852-ci ildə. Yəni ikinci səhnəyə qoyulan əsər 1852-ci ildə yazılıb. Bu dövr ədəbiyyatda erkən realizm meydana çıxır. Bu aid idi 17-18-ci əsrlərə, yəni bundan əvvəlki dövrə. Yeni ədəbi növün və janrların əsası qoyulur. Bəli, dramatik növün əsası qoyulur və dramatik növündə janrlarından, məsələn, orada var idi faciə, dram, bunların da əsası qoyulur. Cavab olur eybət. 2. Vəzirovun Müsibət Fəxrəddin əsərində Rüstəm bəy sürətlə bağlı düzgün fikirləri müəyyən edir. Nökərlərlə kobud davranır. Əksinə, əsərin əvvəlində onun nökərləri Əhmədlə Vəli ilə arasında diyaloq olur və o Əhmədlə Vəlinin fikirlərini bəyənir. Çünki niyə? Əhmədlə Vəli də onunla eyni fikirdə idi ki, onun oğlu Rəşidin intiqamını almaq üçün Fəxrəddini öldürmək lazımdır. Ona görə də eyni fikirdə olduqları üçün Rüstəm bəy də onları, yəni kobud yox, əksinə onları çox istəyirdi və deyirdi ki, verdiyim çörəkdə sizə halal olsun. Ona görə bir səhvdir. Fikirləri qızının fikirlərlə üstə düşmür. Bəli, Səadətin fikirləri onunla fikirlər üstə düşmür. Mahmud bəyin onunla həmfikir olmadığından gileylənir. Bəli, onun digər oğlu Mahmud bəy idi. Mahmud bəy də eyni Səadət kimi, yəni bacısı kimi fikirləşirdi və Rüstəm bəylə fikirləri üstə düşmürdü. Həm cismani, həm də mənəvi qələbə çalır. Xeyr. Fəxrəddini öldürməklə oğlu Rəşidin intiqamını almaq istəyir. Bəli. 2, 3, 5 cavab olur eybət. 3. Axundzadənin Aldanmış Kəvakib əsəri ilə bağlı yanlış fikri müəyyən edir. Yusif Şah münəccimbaşlıq vəzifəsini ləğv edir. Məhkəmə işlərini ruhanilərdən alıb doğru insanlara verir. Doğru fikirdir. Yusif Şahın əmri ilə Əsəd bəy Şah Abbasın saray adamlarını əşqalasına aparır. Doğru fikirdir. Xacə Mübarək əsl həqiqəti Yusif Sərraca deyir. Doğrudur. Onu, yəni işin real hissəsini Xacə Mübarək Yusif Sərraca deyir. Axund Səməd Şah Abbasın arvadlarının boşanma siğasını oxuyur. Bunu oxuyan Axund Səməd yox, Molla Rəsul idi. Cavab olur deybəndir. Fitnəkarlar xalq üsyanı qaldırıb Yusif Sərraca taxtdan sarılar. Bəli. Ümumiyyətlə, Aldanmış Kəvakib əsərində əsas diqqət edəcəyimiz nüanslardan biri də oradakı adları bilmək və adların fəaliyyətini bilməyimiz lazımdır. Çünki daha çox testlər bu tipdə düşür. Aldanmış Kəvakib əsəri haqqında. 4. Klasteri tamamlayan fikri müəyyən edin. Hekayət Monsieur Jordan əsəri ilə bağlıdır. Hatəmxan ağa varlı mülkədar obrazdır. Şahbaz bəy maarifçi ziyalıları təmsil edir. Yəni, doğru fikirləri tapırıq. Baxaq. Məstəri Şah və Monsieur Jordan sonuncu məclisdə üz-üzə gəlirlər. Ümumiyyətlə, əsər boyu onlar heç bir zaman üz-üzə gəlmirlər. Hatəmxan ağa bir dili artıq bilməklə ağıl artmaz deməklə çox dil öyrənməyin əleyhinə olduğunu bildirir. Xeyr, Hatəmxan ağa çox dil bilməyin, öyrənməyin əleyhinə deyildi. O deyir ki, insana əsas lazım olan ağıldır. Əksinə o Şahbaz bəyə türk, rus, ərəb, fars dillərini yəni öyrətmişdi. Yəni
öyrətmişdi və o dil öyrənməyə pis baxmırdı. Sadəcə deyirdi ki, dil bilməklə ağıl artmaz. Yəni insana əsas ağıl lazımdır. Monsieur Jordan'ın yurdu təhlükə qarşısında qaldıqda belə Şahbaz bəyi özlə aparmaq istəyir, xeyir aparmır. Şəhrabanu xanım Şərəfnisənin toy xərci üçün ayrılmış pulları Məstəli Şaha verir, bəli. Gülçöhrə Şahbaz bəyin partiya getmək xəbərini anasına çatdırır, xeyir. 5-ci sual. Vəzirovun Müsibət-i Fəxrəddin əsərindəki hadisənin düzgün arzulunu müəyyən edin. Baxaq. Mahmud ölərkən Gülbaharı incitməməyi, onun xətrinə dəyməməyi vəsiyyət edir. Əgər bundan başqa hadisə yoxsa, hələ ki birinci hadisə ən axırda olan bir yazılan ən sonuncu hadisədir. Gülbahar Rüstəm bəyin gecə vaxtı basqın edərək Fəxrini öldürmək istədiyini Səadət xanıma deyir. Məhərrəm Fərhadın Fəxrəddinin vurmasına mane olur. Hacımurad həkim və molla haqqında Fəxrəddinə məlumat verir. Hürü nənə Rüstəm bəyin planı nə olduğunu Fəxrəddinə çatdırır. Burada 2 birinci olur. Daha sonra Hacı Murad həkim və molla haqqında Fəxrəddinə məlumat verir. Bu olur. Hürü nənə Rüstəm bəyin planını Fəxrəddinə çatdırır. 5. Məhərrəm Fərhadın Fəxrəddinin vurmasına mane olur. 3. Mahmud ölərkən Gülbaharı incitməməyi, onun xətrinə dəyməməsi 1. 2, 4, 5, 3, 1. Cavab olur A bəndi. 6. Eller Vender'in yanlış fikirləri müəyyənləşdirək. Orfeyin oxuduğu gözəl nəğmələrə münasibət ifadə olunur. Orfeyin oxuduğu gözəl nəğmələrə münasibət ifadə olunur. Bu yanlış fikirdir. Orada Orfey İsa Peyğəmbərin, Davudun oxuduğu gözəl nəğmələr var. Orfeyin isə səsinin canlılara və cansızlara xoş təsir etdiyi, onlara haqqında məlumat var. Ona görə bir səhvdir. Müğənninin nəfəsi ilə İsa Peyğəmbərin nəfəsi bərabər tutulub, bəli, bu fikir vardı. İndi dediyimiz fikrə bənzəyir. Rəməl bəhrində yazılıb, hər ikisinə aid fikir kimdir? Badi səbab mənim dərd dilimi qoşmadır. Qoşma, yəni heca vəzində yazılır, əruz vəzində bəhr olur. 3 səhvdir, lirik növdədir, düzdür. Lirik qəhrəmanın sevgilisi ilə məşuqənin gözəlliyi qarşılaşdırılır. Xeyr, səhv fikirdir. Aşiq sevgisindən xəstəşən ümidini itirmir. Bəli, cavab olur 1, 3, 5, E. 7. Tamamlayan fikri müəyyən edin. Qasım bəy Zakirin Badi Səba mənim dərd dilimi qoşmasına lirik qəhrəman sevdiyini çox yüksək dəyərləndirir. Bəli. Rəqibin məkirli hərəkətləri onda bədmin hisslər oyadır. Xeyr. İctimai mətləblərə üstü şəkildə xeyr. Sevgilisini yarı həmdəm adlandırır. Xeyr, burada bu şeirdə deyildi. Məşuqənin həsədinə naləsi göylərə ucalır. Bəli. Sevgilisine səhər yeli vasitədə, bəli, Badi Səba. 1, 5, 6 cavab olur B bəndi. 8. Aşıq Ələsgərin dağlar qoşmasıyla bağlı yanlış fikri müəyyən. Bu o dağlar qoşması ki, o bir il yarım Növbəhardan keçəndə misrasından başlayır. Bildiyimiz kimi Aşıq Ələsgərin 2 dağlar qoşması var. Bu dağlar qoşması bir ay yarım Növbəhardan keçəndə bu bədbindir. Bədbin ruhda yazılıb. Digəri isə bahar fəsli yaz ayları gələndə bu isə Nikbin əsərdir. Nikbin ovqat güclüdür. Bahar fəslində dağların aldığı füsunkar mənzərə yüksək bəlli əks olunur. Xeyr, bu dediyimiz kimi bahar fəsli yaz ayları gələndə misrasına aiddir. Başlayan şeirə aiddir. Yəni bunları qarışdırmayaq. Digər bu əsər bir ay yarım Növbəhardan keçəndə bunu artıq Aşıq Ələsgər ermənilərin hücumuna görə öz vətənini, yurdunu tərk edir, daha doğrusu yurdunu tərk edir. Daha sonra uzun bir müddətdən sonra geri qayıtdıqdan sonra bu şeiri yazır. Ona görə bu şeir bədbin ruhdadır, yəni hiçbir avqatda deyil. 9. Monsieur Jordan əsərində Hətəmxan ağanın əməli, nitqi və xarakterini tapmalıyıq. Əməli, yəni gördüyü hər hansı bir iş. Varlı mülkədardır, xeyli, yumşaq təbiətlidir. Bu onun xarakteridir. Şahbaz bəyin Fransaya getməsinə razılıq verir. Həkim sahibinə vaqe olubdur. Bu onun nitqidir. 1-ə C.
Birə C gedir. Nitqi. Nitqi. Həkimi sahibində vaqe olubdur. Belə tez getməyə səbəb nədir? Bu nitqi donudur. Xarakteri yumuşaq təbiətlidir. Bayaq dediyimiz kimi. 1'ə C, 2'ə D, 3'ə B. Cavab olur B bənd. 10. Vəzir və Müsibət-i Fəxrəddin əsərində səadət obrazla bağlı yanlış fikri müəyyən edin. Dramaturgiyamızda ilk maarifçi qadındır. Bəli. Bunu yadda saxlayaq ki, Azərbaycan dramaturgiyasında ilk maarifçi qadın səadətdir. Yanlışlar soruşur. Ziddiyyətli obraz kimi təqdim olunur. Xeyr. Bir güllə bahar romanı nəticəsində gəlir. Xeyr, bu Fəxrəddinə aid idi. Fəxrəddinlə həmfikir olub onun fəaliyyətini yüksək dəyərləndirir. O, zülmət səltənətində bir nur kimi parlayıb tezlə sönür. Xeyr, bu da Fəxrəddinə aid idi. 2, 3, 5 cavab olur. E bənd. 11. Eyler-Venn diaqramındakı yanlış fikirləri müəyyən edək. Aldanmış Kəvakib, Müsibət-i Fəxrəddin. Aid olduğu janrı ədəbiyyatımızda ilk nümunəsidir. Bu ortaya yazılmalıdır. Çünki Aldanmış Kəvakib ilk povesti, Müsibət-i Fəxrəddin ilk faciədir. Yəni, bu ortaya yazılmalıydı. Ortaya yazılmır deyə artıq yanlış fikirdir. Tarixi hadisəyə yaradıcı yanaşılmışdır. Bəli. Dramatik konflikt əsər boyu zəiflənmir. Dramatik konflikt. Aldanmış Kəvakib dramatik növdə yazılmış əsər deyildi. Səhv fikirdir. Surətlərin nitqi onların xarakterinə uyğundur. Bəli. Monoloq və dialoqlardan istifadə olunub. Doğrudur. Baş qəhrəman cismən və mənlə qələbə çalır. Xeyr. Müsibət Fəxrəddində Fəxrəddin ölür. Aldanmış Kəvakibdə də Yusif Sərras nə qədər əmək sərf etsə də ən sonunda qiyam qaldırılır və o taxtdan endirilir. Cavab olur 136 B bəndi. 12. Nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Hanı mənim gördüyüm qurğu bisatlar. Dərdməndlər görsə tez bağrı çatlar. Mələşmir quzular, kişnəmir atlar. Niyə pərişandır halların dağlar? Bədii sual və təşbihdən istifadə olunub. Bədii sual var, amma təşbih yoxdur burada. Nəsə bənzədilmir heç bir şeyə. Cavab olur A bənd. 13. Maarifçi realizm dövrünə aid deyil. Bu dövrdə milli mətbuatın əsası qoyulur. Bəli, Əkinçi qəzeti. Satira uğurla dramaturgiya və nəsrə köçürülmüşdür. Bəli. Aşıq şeiri janr, üslub və forma baxımından daha da genişlənir. Düzdür. Yeni tipli bədii nəsrə əsası qoyulur. Bəli. Əsrin ikinci yarısında satirik ədəbiyyatın əsası qoyulur. Xeyr, 30-40-cı illərdə idi. 19-cu əsrin 30-40-cı illərində idi. Bu da düşür əsrin birinci yarısına. 50-ci ilə qədər birinci yarısına. 14. Güş-qıl müxəmməsi ilə bağlı yanlış fikirdir. Musiqidən həzz almayanlara qara daş kimi hissiyatsızdır. Müğənninin səsi cansız əşyalara bəxş edən Davudun gözəl səsinə bərabər. Davudun yox, İsa'nın. Orada Davudun ifasında zəmbur səslənir, amma deyir ki, onun səsi cansızlara təsir etmir. Cansızlara təsir edən isə İsa'nın gözəl səsi idi. Cavab olur B bəndi. Yəni, bunu qarışdırmayaq. Orada cümlə var ki, Davudun səsi cansızlara təsir etmir. 15. Zakirin Bədi Səba mənim dərd edilmiş şeirinin forma xüsusiyyətlərlə bağlı düzgün fikirləri tapaq. Forma haqqında. Heca vəznləri lirik növdə yazılmışdır. Qoşmadır, bəli, lirik növdə yazılıb. Dərin məhəbbətlə sevən, bu artıq məzmundur. Sevgisi bu da məzmundur. Bənd şəklində qoşma janrındadır. Bəli, bütün bəndlərin daxili bölgüsü 4-4-3 şəklindədir. Bu da yanlış fikirdir. 1-4 cavab olur D bəndi. 16. Aldanmış Kəvakib əsərinə aid hadisələrin baş vermə arzularını müəyyən edək. Baxaq. Mustafa Mirzə Yahya ulduzların təsirini rədd etmək üçün heç bir çarə bilmədiyi deyir. Bu ilə birinci hadisədir. Digərlərinə baxıram ki, bu ilə birinci hadisədir. Yusuf Şah məhkəmə işlərini ruhanəni alıb vicdanlı icra tapşırır. Şah Abbas arvadları birinci, daha sonra bu baş verir. Sonra bu baş verir. 2. Yusuf Şah Miraxur və Xəznədən darı vəzifəni azad edir. Sonra isə bu baş verir. 1, 3, 2, 4 cavab olur B bəndi. 17. Zakir yaradıcılığına aid yanlış fikri müəyyən edin. Ədəbiyyatın satiranın bir cəryan kimi formalaşma böyük xidmətləri olmuşdur. Düz fikirdir. Dəvəsi, Təngəz, Tülkü və Qurd kimi təmsillər yox, onlar hekayə idi. Cavab olur B bəndi.
Aşıq Ələsgər yaradıcılığından verilmiş nümunə ilə bağlı düzgün fikri müəyyən edin. Könlüm qaranquş tək uçub qoynuna, gəzir hər yamacı, hər yalı yaylaq. Ruhum təzələnir, məst olur ürək, görəndə bıçağı, bu halı yaylaq. Birinci misrada metafor işlənib. Könlüm qaranquş tək, təşbihdir. Qoşmanın orta bəndlərindən biridir. Qoşmanın orta bəndi olsaydı qafiyə quruluşu belə olardı. D, 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 B. İşbənd qafiyə quruluşu belə olur. A, B, C, B. Bu şəkildə olur. Digər artıq bəndlərə düşəndə isə artıq C, 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 B. Yəni qoşmanın birinci ilk bəndində birinci, üçüncü misralar sərbəst olur. 2 ilə 4 həm qafiyə olur. Daha sonra isə digər bəndlərin ilk 3 misrası bir-birindən həm qafiyə olur. 4-cü misra isə birinci bəndin ikinci və 4-cü misralar həm qafiyə olur. Burada isə biz bu qafiyə quruluşunda birinci bəndin qafiyə quruluşunu görürük. Məzmunca gözəlləmədir. Gözəlləmə deyil. Gözəlləmə qadınların gözəlliyinə həsr olunur. Bu isə yaylaqdan danışır burada. Bütün misraların daxil bölgüsü 5+6 şəklindədir. Bu yanlış fikirdir. Heza vəznə lirik növdədir. Düz fikirdir. Ona görə cavab olur E bəndi. 19. Axundzadənin Hekayət-i Müsyo Jordan əsərində surətlər baxımından hansı bənddə uyğunluq gözlənilməmişdir? Şah Abbas maarifçilik ziyalıları təmsildir, düzdür. Şərəfizə xanım satirik gülüş hədəfidir. Orada qadın obrazları heç vaxt satirik gülüş hədəfi olmur. Onlar humoristik gülüş idi. Satirik gülüş kəskin gülüşdür. Məstəri Şah öz dilinə özünü ifşa edir. Məstəri Şah öz dilinə özünü ifşa edir. Bəli, var idi. Şəhrabanu xanım hadisələrin sonunda avam adam kimi humoristik gülüş obyektinə çevrilir. Düzdür. Hatəmxan ağa həyat yoldaşına münasibəti ciddiyyətli obraz kimi xeyr. Cavabı 2-5. 20. Vəzirovun Müsibət Fəxrəddin əsərində Fəxrəddin obrazına bağlı düzgün fikirləri müəyyən edin. Bir güllə bahar olmaz qənaətinə gəlir. Bəli. Mövcud problemlərin səbəbini tək Rüstəm bəydə görmür, ümumiyyətlə cəmiyyətdə görür. Rüstəm bəy haqqında hər nə desən çıxar. Ondan 5 vaxt namazdan savayı düşünülür. Xeyr. Maarifçi obraz olub təhsil almaq arzusuyla yaşayır. Təhsil almaq arzusuyla yaşayır. O artıq təhsil alınmışdı. Gənclərin təhsil almağı istəyirdi. Səadət xanımdan qan tökülməsinin qarşısını almağa xahiş edir. Xeyr, olmur elə bir diyaloq. Yenilik tərəqqi qarşısında olan bir anda olsa tərk etmir. Bəli. Cavab olur A bəndi. 21. Axundzadənin Aldanmış Kəvaşif əsərində Vəzir Mirzə Möhsünə aid fəaliyyətləri müəyyən edin. Vəzir Mirzə Möhsünə aid fəaliyyətlər. Münəccim başlıq vəzifəsini ləğv edir. Bunu Şah Abbas ləğv edir. Üzr istəyirəm. Yusuf Sərraz ləğv eləmişdi. Bir olanları çıxırıq. Vilayətlərə inanılmış baxıcılar təyin edir. Xeyr. İkincə çıxırıq. Əmrinə səsən şah qapıdakılar tutduqları vəzifəyə görə xəzinəyə pul verirlər. Bu ona aid idi. Ona göstərən şah kimin qapısına təşrif buyursa, şaha pul təslim edir. Bu da onun işi idi. Cavab olur D bəndi. 22. 19-cu əsr ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Həmzə Seyid Nicariyə aid deyil. Qarabağ təxəllüsü əsərlər yazmışdır. Bəli, Qarabağda doğulmuşdur. Qarabağın təxəllüsü idi. Azərbaycan və Türkiyədə yazıb yaratmışdır. Düzdür. Sufizmə aid şeyləri hürüflə bağlı şeylərə aiddir. Xeyr, ümumiyyətlə o sufi şair idi. Hürüfi şair deyildi. Cavab olur C bəndi. 23. Cədvələ əsasən Axundzadənin Hekayət-i Müsyo Jordan əsəri ilə bağlı düzgün fikirləri müəyyən edir. Müsyo Jordana ətrafdakılara münasibəti. Ətrafdakıların Müsyo Jordana münasibəti. Şahbaz bəyi Parisə aparıb krala tanıtmağa layiq bilir. Bu var idi. Şərəfnisəyə söz verir ki, Şahbaz bəyi ilin tamamında geri göndərəcək. Belə bir fikir yox idi. Şahbaz bəyi Parisə apardığına görə Hətəmxan ona qarşı əsəbidir. Xeyr. Şəhrabanu xanım onun təqsiri olduğunu düşünür. Bəli. 1-4. Nümunədəki bədii təsvir və ifadə vasitələrinin rolunu müəyyən edir.
Səni gördüm, əl götürdüm dünyadan. Qara gözlü, qələm qaşlı Gülandam. Alma yanağına, bal dudağına, baxan kimi ağlım saçlı Gülandam. Baxan kimi burada inversiya var. Sözlərin qrammatik arzunun pozulması, bəli, inversiyanın pozulması, hesabın nitq, emosionallıq, estetik təsir gücü artır. 1. Sözün bədi təyini artırılması fikrin təsir gücünü qüvvətləndirir. Bədi təyin burada. Alma yanaq, bal dodaq. Düzdür. Əşya müəyyən əlamətinə görə özündən daha qüvvətli mübaliğə deyir. Burada mübaliğə yoxdur. Eyni sözün təkrar olunması yolu fikrin təsir gücü artırılır. Burada eyni söz təkrarlanmır. 1-2 25 Seyyid Əzəm Şirvanın yazına bağlı düzgün fikirləri müəyyən edin. Sufiyanə fikirlər qəzəllərin əsas bütünü təşkil edir. Xeyr. Şairin yaratdığı aşıq obrazı özünün klassik aşıq obrazlarından kamil və cəfakeş sayır. Bəli, Fərhadla özünü müqayisə edir. Nizami Gəncəvinin Xosrov və Şirin əsərindəki Fərhadla özünü müqayisə edir. 2 var idi. Eşək və arılar təmsilində elmin, biliyin, təbliğin, məktəbə çağırış motivləri mühüm yer tutur. Xeyr. Şair mənzum hekayələrin tənqidə yer verməmişdir, vermişdir. Təlim, tərbiyə haqqında əsərini 2-ci qəsəd çap etdirib, bəli. Cavab olur 2-5. 26. Qafqaz insanlarının xitab əsəri ilə bağlı yanlış fikri müəyyən edin. Marisi deyilən əksini tapır, bəli. Qafqaz əhalisinin mədəniyyət baxımından digər xalqlardan geri qalması səbəbindən danışılır. Bəli, buna görə də ruhanilər günahlandırır. Mədəni geriliyin səbəbi nadanlıq hesab edilir. Bəli, məmurlar, mülkədarlar əsas tənqid hədəfidir. Xeyr. Qafqaz müsəlmanında xalqı aldanan din xadimləri. Xeyr. Qafqazda yaşayan müsəlmanlar 4-5. Axundzadənin aldanmış Kəvaşif əsəri əsasında uyğunluğu müəyyən edin. Sərdar Zamanxan, Mövlana Cəmaləddin. Münəccim başını ölümdən xilas etməyə çalışır. Sərdar Zamanxan. Bu ilə ona aiddir. Mövlana Cəmaləddin Şah Abbasın ulduzlara bağlı təşrifinə son qoyur. Cavab olur 1-ə A, 2-yə C. Mətnlə bağlı suala baxaq. Mətnin adı İnam mətnidir. Oxuyub tanış olduqdan sonra suallara baxsaz daha yaxşı olar. 28-ci sual. Əsərdəki Mirzə Fətəli obrazı ilə Axundzadənin aldanmış Kəvaşif əsərdəki Yusif Sərəz obrazını müqayisə edək. Mirzə Fətəli, yəni bu İnam adlı bu mətni oxusa, burada görək ki, Mirzə Fətəli kitab müəllifidir. Və onun kitabları yandırılır. Yusif Sərrac də bildiyimiz kimi hakimiyyətə gəlmişdi, vergiləri azaltmışdı, şahlıq eləyirdi, bunları yazırıq. Ortaq fikir kimi nə yaza bilərik? Onlar hər ikisi insanların yaxşı yaşaması üçün səy göstərirdilər. Düzdür, hər ikisinin əməli qiymətləndirilmir. Yaxşılıqları qiymətləndirilmir. Mirzə Fətəli kitabları hətta pulsuz paylayır. Amma insanlar onun kitabını almır. Əksinə daha sonra alıb yandırırlar. Yusif Sərraz da xalqı düşündü, vergiləri azaltdı, dövlət vəzifələrinə daha doğru insanları qoydu, amma onunla belə yenə insanlar onu başa düşmədilər, əksinə ona qarşı çıxdılar. Ona görə də bu onlar arasındakı xüsusiyyətlərdir. Ortaq fikir kimi də elə indi dediyim fikirlər. Xalqı düşünürdülər, xalqdan ötürü çalışırdılar. Bu da onların ortaq cəhəti idi. İnam və Vəzirovun Müsibət Fəxrəddin əsərlərinin forma xüsusiyyətləri ilə bağlı. Müsibət Fəxrəddin əsəri dramatik növdə idi, faciə idi. Bu İnamı da oxuyanda biz görürük ki, burada şəxslər verilir və onun qarşısında onun nitqi verilir. Deməli, bu əsər də dramatik növdədir. Yəni, bu əsərlərin hər ikisi dramatik növdədir. Yadımızdadsa, Müsibət Fəxrəddinə insanların danışığı vardı, yəni onlar arasında monoloqlar vardı, diyaloqlar var idi. Bu əsərdə də görürük ki, kitab paylayanla Axundzadə arasında diyaloqlar var. Yəni hər ikisində də bunlardan istifadə olunur. 30. Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır. Fikrin mətnlə əlaqələndirib fikrinizi ən azı 2 cümlələ ifadə edin. Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır. Burada kitablar paylanır, molla insanları fikirlərini qarşıdırmaq üçün deyir ki, o kitab sizin üçün xeyirli bir kitab olsaydı pulsuz paylanmazdı. Hər gün insanlar gəlib onu alıb aparıb yandırırlar. Lakin onlar o kitabı oxusaydılar, o kitabın mahiyyətini dərk etsəydilər, onlar o kitabı yandırmazlar. Yəni, kitabı yandırmaqdansa kitabı oxumamaqları onları daha da geri salır. Yəni, kitabı yandırmaqla onlar
hər hansı bir uğur əldə eləmir, amma kitabı oxusaydılar, kitabdakılara bələd olsaydılar, onlar uğur qazanmış olacaqlar, savadlı olmuş olacaqlar. Bu fikirləri də biz bura qeyd edə bilərik.